Bəzi tədqiqatlar elektrikli avtomobillərin beyindəki neyronlarda sakitləşdirici təsir göstərdiyini işarət edirlər. Elektrikli maşınlardakı o lityum əsaslı batareyalar ətraflarında bir elektromagnetik sahə yaradırlar və bu neyronlardakı ion kanallarının giriş-çıxışına təsir edir. Bipolar xəstələrin müalicəsində istifadə etdiyimiz lityum duzu əslində beynimizdəki neyronlar, yəni sinir hüceyrələrinin o membranlarındakı ion kanallarındakı stabilizasiyanı sağlayır. Yəni bunun təsirində beyinə ion kanalları giriş-çıxış azaldığı üçün neyronda aktivləşmə olmur. Bunun sayəsində isə bizim bildiyimiz bipolar xəstələrin manik dönəmləri nisbətən sakitləşir, yatışır. Bipolar xəstələrdə gördüyümüz şey odur ki, onlar bir manik dönəm keçirirlər. Manik dönəmdə demək olar ki, neyronlar ehtiyatda olan bütün iyonları istifadə etdiyi üçün bir tükənmə olur. Onun arxasında isə bir depressiv dönəm gəlir. Ona görə də membran stabilləşdirici təsirinə görə mood stabilizator dediyimiz dərmanları istifadə edərək biz manik dönəmin olmasının qarşısını alırıq. Eyni şəkildə də manik dönəm olmadığı üçün də depressiv dönəmin də qarşısını alırıq. Belə görsənir ki, elektrikli avtomobillərdəki lityum batareyaları da ətraflarında yaratdıkları elektromagnetik sahə ilə beyində nisbətən sakitləşdirici, eyni mexanizmlə sakitləşdirici bir təsir yarada bilirlər.